الحمد لله رب العالمين والعاقبة للمتقين اللهم صل وسلم وبارك اللهم إني الصراط المستقيم الحمد لله أول والآخر وظاهر والباطن خلق فسوى وقدر فهدى بيده ملكوت كل شيء وهو يجير ولا يجار عليه أحمده سبحانه وأشكره وأتوب إليه وأستغفره وأشهد أن لا إله إلا الله وأشهد أن محمدا عبده ورسوله بعث الله بين يدي عيسى بشرا ونذيرا ودعا إلى الله بإذنه وسراجا منيرا فصلوات الله وسلامه عليه وعلى آل بيته الطيبين الطاهرين وعلى أزواجه الأمهات المؤمنين وعلى أصحابه والتابعين ومن تبعهم بإحسان إلى يوم الدين. Hürmetli mümin Müslümanlar, aziz kardeşlerimiz, hiç şeksiz indi bik kurkam haminde ahamiyetli bulgan nimetlerin birisi ol da olsa Allah'tanın bulagi bugün kendine birleşip yerden meclisinde bizni sizni kurga bik şartmız. Rabbimiz Allah koşkan amellerine buysunup haminde izgi amellerin birisi ol da olsa farz amellerinin ol da olsa indi Allah Teala'ya gıybet kılı niyetten Allah Teala'ya yalvarı niyetten barçasında selamlayız. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Rabbimiz Allah cümle saatlerimizne mübarek etsin. Hiç şeksiz Allah Subhanahu ve Teala bizge indi yaşav, rizq, mal mülket, bereket hem indi bütün bulgan nimetlerini bilişi. Yine şulay Allah Rabbimiz yuhyi ve yumit ve muhayyu la yemut biyedihil hayr inneke ala kulli şeyin kadir. Allah Teala yaşav ve uşun eşik bile şulay oladı. Rabbimiz Allah bizge çok nimetlerini bilgenden son en tüp bulgan asıllarının birisi ol da olsa eden balası Allah Teala'ya şükür kılıp rahmet edip yaşarga deyiş. Şu dünyada Allah Subhanahu ve Teala bizge indi can tanışlığı, iman baylıkları, hem indi başka nimetlerini bilgen işrakta biz her vakit Allah Teala yalvarıp dua soruyoruz. Allah yalvarıp tevbe istiğfara kılarız. Hem her parçamızda halil rizq, mal mülket, bereket, tınışlık, iman baylıkların her vakit yalvarıp Rabbimiz Allah Teala'ya dua kılgan iştirakta şu sözlerini kullanıp onlara yalvarırız. Rabbimiz Allah birüşü. Hem indi en birinciden o da olsa bizge yaşav rövüşünü bilir. Yaşav için ne balatılgaç her ata-ana balını aşata, qarı, işirte, kiyindire. Lakin rizqni, mal mülketni hem indi yine şulay can tenni hem indi gümmen bağını verişi Allah Teala. Allah Teala hürmetli cemaat ne şulay yok tırmışını alıp var için küçkü var hem indi sağlık salametlik bulsun için bizge indi yönelişti. Hem her vakit biz indi Allah'ta ışanıp tırışarız halil kasıb etirge. Şu eytik rizq halil rizq bulsan, halil işimlik bulsan yine şulay adam balası aşıy, yıqlay Allah Teala'ya gıybedet kıla, gayla kara yani şu turmuşta adam balasına bik mühim bulgan eybirlerin birisi ol indi temin etü için üzünni, gaylini, bağlarını rizq. Tınışlık bulsun için, can tınışlığı, hamini, koğul tınışlığı alı için her vakit Allah'ta ışanu hem Allah'ta bilgen nimetlere şükür olur. Yani her vakit Allah Rabbimiz bizge nindir nimetler, şartlıklar bilir. Eğer de adam balası aş iken, aş. Nindi aralaşır, nindi muamele kılır. Adam balası, oraza vakitinde da Resulullah sallallahu aleyhi ve sellem ayette namazını tizlettirizdi. Çünkü adam balası namaz turuna uylamay, aşağı turunda uylaydı. Şuna göre bu cemaat bütün bizge
Kagılışlı çünkü bütün biz aşık, bütün biz yıklıyıp, talepler bir. Hem Allah'tan rizalığın alı için bu turmuşta, bu dünyada biz indi kesim itemiz. Resulullah sallallahu aleyhi ve sellem özünün hadis-i şerifindeydi. Adem boğaları kuşlar sıman bir tevekkül kılsınlar Allah Teala'ya. İtuk işkanda değil, Allah'ın tamakları tuttuğul, aş. Boğaları da şolay. Lekin Allah Teala'ya tevekkül kılıp rizıkını Allah Teala biredip, onlar sebep kıla. Haminde kiş bilen ege faytkanda tamakları tut, hem boğalarga da rizık alıp gelendir. Yani Allah Teala bizge birüşü, yaşamını da, rizıkını da, mal mülketini de, başkanı da. Çünkü eğer de bizge bu mal mülket, rizık nasip iken o bizniki bular. Eğer de bizniki değil iken hiç şeksiz o bizim bir hoşanlı bulmayacak. Hem her vakit adam bolası yaşav için rizıklanı, aşıyı, yıklayıp. Yaşav için hem indi Allah Teala'ya ibadet kılma için o indi kışlı bulurga deyiş. Ruhi yaktan, fizik yaktan, maddi yaktan. Çünkü eğer adam bolası Allah'ta şana iken hem o bütün yaktan güçlü iken onlardan fayda көп. Allah yolunda көп ayrılarını işliyor Allah. Medrese tizip, muhtaçlarga buluşup. Yani adam bolasının tüp bulgan maksatı şu. Allah rızasındır izgilik yapsa. Çünkü şu izgilik dert getire, nimet bire, Allah'tan bereketin size. Hem her vakit turmuşunu alıp bargan şartta şu mal mülket, rizık көп bulsun deyip hem indi Allah adam bolasına bereket versin deyip turuşlara gerek. Hem onların usulları var. Onun usulları bulgan ikenligini biz anlayırız. Hem en birinciden o da olsa tuğanlık münasebetlerini nığıtı. Dostluk münasebetlerini, tuğanlık münasebetlerini nığıtı için bizge sabırlık gerek, hikmet gerek, aralaşıl gerek, nişik bolsa da deşmi tırsak da dağvat işlerge gerek. Fakat söz bilenigine tügül. Çünkü tuğanlar, dostlar, arkadaşlar bizim sözlerden koşakta arayı. Şuna göre tuğanlık münasebetleri nığıtı o zul ilişkide mal mülket rizık bulsun için hem şu rizıkta hem dünyada turmuşta bereket bulsun için. İkinciden o da olsa gamel ve gıbedet. Biz Allah rızası için gamel kılarız, gıbedet kılarız. O da olsa farz gameller, sünnet, nefil, hem indi her vakit şirkulden izgilik yasayalımız. Üçüncüden o da olsa Allah rızalığı için sadaka. Muhtaçlarga, miskinlerge, zayıflarga, medreselerge, meşitlerge her vakit şu izgilik bizim rızıkını arttıra. Dördüncüden o da olsa istiğfar, Allah Teala'ya biz yalvarıp ya Rabbim gafu et. Çünkü biz bilip de hem de bilmişe hata kimçiliklerini kılamaz dünyada, turmuşta. Yani şolay dua kılı Allah'tan biz her vakit sayımız ya Rabbim eti-eni eliyorlar şundan da bizge iletkenler yolga çıkkanda Bismillah oku, dua kıl, aşağında rahmet et, aşağından sen Allah'tan maktal duasını kıl. Her vakit neşuşu bulgan gündelik dualar Allah'tan yalvarı ol bizge bütün bizge gerek. Allah'tan ışanı. Çünkü Allah Teala bizni bar etüşü, yok etüşü hem bütün bulgan nimetlerini o birüşüdür. Bütün bizge. Yine şolay rizıkını ağıtırgan gamellerinin birisi o da olsa hac gameli hem indi gümre seferi. Allah rızası için eğer de izgilik yapsayız iken, eğer de Allah Teala'ya vararız iken, Allah Teala'ya yakınayarız iken, busun dua, busun ibadet, namaz, uraza,
зәкят булсын, садақа булсын, хаҗ, гомрә булсын, бүтін менә бу булган әйберләр Аллаһ Тәгаләгә якынлаштыра дигән сүз. Әгәр нәрсәдер эшлибез икән, Аллаһ Тәгаләгә якынлаябыз. Әгәр дә без бер-беребезне хөрмәт итәбез икән, бер-беребез белән аралашабыз икән, дуслашабыз икән, хәлгә керәбез икән, ул да булыша, чөнки туганлык мөнәсәбәтләрен, дуслык мөнәсәбәтләрен ныгыту бик күркәм гамәлләрнең берсе. Һәм без, хөрмәтле җәмәгать, мөэмин мусламаннар буларак, намаз укып, гамәл кылып, бер-беребезгә әгәр дә булышабыз икән, бер-беребезнең хәл беләбез икән, ярдәм кулын сузабыз икән, әллә инде Аллаһ Тәгалә разый булмый икән дип сорау куйсак. Изге гамәлләрне кылган очракта Аллаһ Раббыбыз изге теләкләрне кабул кылсын, изге ниятләрне, гамәлләрне кабул кылсын һәм һәр барчабызга да ниғмәт, тынычлык, бәрәкәт һәм инде саулык, сәламәтлек бирсен дип дуа кылабыз. Һәр барчабыз дуа кылабыз, чөнки ул бүтәнебезгә кирәк. Һәр барчабызга да, һәр бер балага, һәр бер ир кешегә һәм инде хатын-кызга да. Максат бер җәмәгать, Аллаһның ризалыгын алу. Аллаһ да һәр барчабызда мал-мөлкәт, хәләл ризык, тынычлык, иминлек, гаилә бәхете бирсен дип һәр вакыт дуа кылабыз бит. Шушы юнәлештә, шушы эштә Аллаһ Тәгалә безгә бәрәкәт, иминлек бирсен. Һәр бер адәм баласының үз ризыгы бар. Әти, әни, ире вә хәвәдә балаларны тудырыгыз, үстерегез, чөнки Аллаһ Тәгалә бирүче. Без сәбәп кылабыз. Ләкин Аллаһ Тәгалә шушы ризыкларны, ниғмәтләрне бирүче. Раббыбыз Аллаһ, хөрмәтле җәмәгать, ачыктан-ачык бүтән адәм баласына ризык бирә. Һәм бүтән булган адәм баласы biz әйткәнчә шулай бит инде ашый, йоклый, эчә, һәм инде ул безгә көч бирә. Һәм инде ул ачыктан-ачык Раббыбыз Аллаһ бу бүтән булган галәмдә булган мәхлукатларга ризыкны, мал-мөлкәтне бирә. Һәм Аллаһ Тәгалә әйтә, хәләл ризыктан ашагыз ди, Аллаһ Тәгаләгә шөкр кылыгыз, һәм инде анарга гамәл ва гыйбадәт кылыгыз ди. Һәм күренми торган ризык һәм үлемдә Аллаһ белән бәрәкәт һәм ниғмәт ул да булса Аллаһ белән тигез һәм инде нык якын элемтәдә. Нәфил намазлар, изгелекләр, гамәлләр кылу һәм Аллаһ Тәгаләне әгәр дә карасак, кайбер шулай бит инде кешеләр тырыша, аларга Аллаһ Раббыбыз ниғмәтен дә, бәрәкәтен дә, юлын да ача, кешесен дә бирә. Без күрәбез, Аллаһ та бәрәкәт бирә бу кешегә. Чөнки шин күңелдән бу кеше тырыша Аллаһ юлында. Бизнесмен булсын, шулай бит инде, плотник булсын, ул җитәкче булсын, яки инде мәсәлән, ул башка җирдә эшләсен, нәйме? Иң мөһиме, Аллаһ Раббыбыз карый калбләргә ди. Расул әйтә, иннамал аъмалу бинният, нияткә Аллаһ Раббыбыз карый. Шушы нияттән тора күбәйә. Шуңа күрә җәмәгать менә бергәләшеп, матур тормыш алып бару өчен Аллаһ Тәгаләдән ниғмәт, бәрәкәт, тынычлык һәм инде хәләл ризык сорыйбыз. Раббыбыз Аллаһ дуаларыбызны кабул кылсын, хата кемчелекләрне гафу әйләсен, һәм инде истиқаматлы һәм дөрес белән тормышны алып барырга насип булган ясар кылсын. Вассаламу алейкум ва рахматуллахи ва баракатуһ. Вассами'у дуа. الحمد لله رب العالمين. فقال جل وعلا بعد أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. إن الله وملائكته يصلون على النبي أيها الذين آمنوا صلوا عليه وسلموا تسليما. اللهم صل على سيدنا محمد وعلى آل محمد كما صليت على إبراهيم وعلى آل إبراهيم في العالمين إنك حميد مجيد. وارض اللهم عن خلفائه أربعة أبي بكر وعمر وعثمان وعلي ومن سائر صحابة نبيك محمد مصطفى صلى الله عليه وآله وأصحابه أجمعين. اللهم أعز الإسلام والمسلمين. اللهم أعز الإسلام والمسلمين. اللهم أعز الإسلام والمسلمين. وارض الله عن خلفائه أربعة أبي بكر وعمر وعثمان وعلي من سائر صحابة نبيك محمد مصطفى صلى الله عليه وآله وأصحابه أجمعين. ربنا آتنا في الدنيا حسنة وفي الآخرة حسنة وقنا عذاب النار. Уважаемые единоверцы, мы понимаем, что Всевышний нам дает
жизнь, пропитание. И для того, чтобы наш удел и пропитание было баракятным, чтобы была там милость Господа, мы стараемся, конечно же, делать определенные действия. И, конечно же, Всевышний и пророк Мухаммад указывает на то, что мы должны соблюдать определенные пункты для того, чтобы Всевышний нам дал свою милость, баракят. Первое и важное, конечно же, это поддержание родственных связей. Второе – это богобоязненность. Да, и, конечно, мы должны стараться на пути Господа. Также многочисленная милостыня в пользу нуждающимся – это садака, милостыня. У нас очень много категорий людей, которые на самом деле нуждаются, и дай Аллах Та'аля, чтобы каждый из нас смог сделать что-то доброе, да, в своей жизни и принести свою лепту. Также обращение к Аллаху с просьбой и, конечно же, прощение, чтобы Всевышний простил наши прегрешения, зная и не зная, которые мы совершаем. Также обращение к Господу с мольбой, с дуа. Мы также понимаем, что многократное совершение хадж, умра, паломничество в Мекку, в Медину, это большой хадж, малый хадж, дает возможность сделать наш ризк, наше пропитание баракатным, чтобы Всевышний, конечно же, дал нам милость свою, иншаллах. И мы понимаем, что есть ризк скрытый и явный. Явный – это все виды, которые мы на сегодняшний день видим, да, это то естество халяльное, будь то это пища или это вода и что-то еще, что мы употребляем, да, в нашем рационе. И также скрытое – это то именно связь и именно тот ибадат, поклонение, которое связано между Всевышним, да, и рабом. Пусть Всевышний даст нам благое пропитание, чтобы мы смогли делать дуа, молиться, чтобы мы смогли восхвалять Господа. Ну и самое основное, иншаллах, чтобы Всевышний дал нам, каждому из нас, свое добро на то, что Всевышний каждый из нас дает веру в то, что, иншаллах, мы на правильном пути, чтобы Всевышний дал нам возможность делать добрые, богобоязненные дела. Ассаляму алейкум ва рахматуллахи ва баракатуху. Сами'ан дуа.